Salam, gəlin bir şey haqda danışaq. Performansınızı bir üst səviyyəyə qaldırmaq. Amma bu dəfə fərqli bir üsulla. Bugün biz zehnimizi yenidən proqramlaşdıraraq potensialımızı tam ortaya çıxarmağa kömək edən çox güclü bir metodu, kognitiv davranış koçingini kəşf edəcəyik. Gəlin başlayaq. Heç belə bir hiss keçirmisiniz? Yəni, potensialınızın olduğunu bilirsiniz, amma nəsə sanki sizi saxlayır. Elə bil, hədəflərinizlə aranızda qalın bir buz təbəqəsi var. Bax, bugün öyrənəcəyik ki, o buzları necə qırıb keçmək olar. Amma gəlin etiraf edək ki, performansımızı yüksəltmək çox vaxt heç də asan olmur. Hətta çətin bir mübarizəyə çevrilir. Demək olar ki, hər kəsin qarşılaşdığı bu problemin kökündə əslində nəyin dayandığına gəlin birlikdə araşdıraq. Yəni, hamımız əslində nə etməli olduğumuzu çox yaxşı bilirik. Daha çox çalışmalıyıq, daha planlı olmalıyıq, o cəsarətli addım atmalıyıq və s. Amma bilməklə etmək arasında elə bil dərin bir uçurum var. Bizi əslində saxlayan nədir? Bax, bu boşluğu doldurmaq üçün çox vaxt ağla gələn ilk şey nədir? Əlbəttə, ənənəvi coaching. Gəlin görək, bu illərdə sınanmış yanaşma bizə necə kömək edə bilər? Ənənəvi coaching əslində bir növ tərəfdaşlıqdır. Yəni, coach sizə nə etməli olduğunuzu demir, məsləhət vermir, əksinə, sadəcə dərin dinləyir və güclü suallar verir. Nə əldə etmək istəyirsən, buna nail olmaq üçün ilk addımın nə olacaq kimi suallarla sizin öz cavablarınızı tapmağınıza, özünüzə inamınızı artırmağınıza kömək olur. Və təbii ki, bütün bu prosesin təməlində qarşılıqlı etibar dayanır. Yaxşı, bura qədər hər şey əladır, amma gəlin dürüst olaq. Bəzən ən yaxşı koçla işləyirsən, ən doğru sualları eşidirsən, amma yenə də heç nə dəyişmir. Bütün bu səylərə baxmayaraq, niyə elə bil eyni nöqtədə fırlanıb qalırıq? Mütləq bunun bir səbəbi olmalıdır. Və o səbəb, dostlar, heç də kənarda deyil, tam içimizdədir. Əslində bizim ən böyük maneəmiz nə bacarıq əskikliyidir, nə də fürsətlərin olmaması. Ən böyük maneə elə öz düşüncələrimizdir. Baxın, bu heç də yeni bir fikir deyil. Hələ 2000 il əvvəl qədim Yunan filosofu Epiktet əsl məsələni bir cümlə ilə izah eləmişdi. Bizi hadisələr deyil, onlar haqqında inanclarımız narahat edir. Yəni, problem baş verən hadisənin özü deyil, bizim o hadisəyə yüklədiyimiz mənadır. Bax, bu sadə, amma çox dərin fikir var ha, elə kognitiv davranış koçinginin də tam ürəyində dayanır. Beləliklə, gəlib çıxdıq əsas məsələyə. Bizim ən böyük rəqibimiz kənarda kimsə deyil, elə beynimizin içindəki o səslərdir. Yo, bu alınmayacaq, mən bacarmaram, gərək hər şey mükəmməl olsun. Tanış gəlir, elə deyilmi? Bax, bu düşüncələr bizim hərəkətlərimizi idarə edən görünməz zəncirlərdir. Məhz bu daxili, bu görünməz zəncirləri qırmaq üçün daha dərin, daha fərqli bir yanaşma lazımdır. Və bu yanaşmanın adı kognitiv davranış koçingidir. Qısaca desək, KDK. KDK nədir? Təsəvvür edin ki, psixologiyanın dərinliyini götürüb, coachingin praktiki hərəkətə yönümlü alətləri ilə birləşdirdik. Məqsəd çox sadədir. Bizə mane olan o köhnə inancları tapmaq və onları elə dəyişdirmək ki, artıq bizim xeyrimizə işləsinlər. Bu yanaşmanın, belə deyək, 3 əsas sütunu var. Birincisi kognitiv, yəni ağlımızda baş verən hər şey. Düşüncələr, xatirələr, inanclar. İkincisi davranış. Bu da bizim real hərəkətlərimizdir. Etdiklərimiz, dediklərimiz, hətta bəzən etmədiklərimiz. Və üçüncüsü isə coaching hissəsidir ki, bu da o birinci ilə ikincini, yəni düşüncə ilə davranışı bir-birinə bağlayan, onlara ahəngə getirən prosesin özüdür. Bəs bu proses necə işləyir? Çox aydın bir strukturu var. Birinci addım, sizi dayandıran o avtomatik negativ düşüncəni sanki bir cinayətkar kimi yaxalamaq. İkinci addım, anlamaq ki, bu düşüncə sizin davranışlarınıza, qərarlarınıza necə təsir göstərir. Və nəhayət, üçüncü və ən vacib addım, o köhnə, işə yaramayan düşüncəyə meydan oxumaq, onun yerinə daha güclü, daha faydalı alternativlər qoymaq və real həyatda yeni davranışları yoxlamaq. Bu, sözün əsl mənasında beyninizdəki ssenariyəni yenidən yazmaq kimidir. Sizə bacarmazsan deyən o köhnə hekayəni cırıb atırsınız və yerinə öz real potensialınızı əks etdirən yepyeni bir hekayə yazırsınız. Eynilə bu şəkildəki kimi, o görünməz zəncirləri qırıb əsl potensialınıza doğru yüksəlirsiniz. Yaxşı, bütün bunlar nəzəriyyədə çox yaxşı səslənir, elə deyilmi? Bəs praktikada necə? Həqiqətən də bu metod işə yarayırmı? Gəlin görək elm bu haqda nə deyir? Əlbəttə, KDK-nın təsiri ilə bağlı xüsusilə iş dünyasında xeyli araşdırma aparılıb. Gəlin indi onlardan sadəcə üçünün göstərdiyi, məncə çox maraqlı nəticələrə birlikdə baxaq.
Və nəticələr demək olar ki, hər şeyi özü deyir. Araşdırmalar göstərir ki, KDC tətbiq edən insanlar məqsədlərinə qat-qat daha sürətlə çatırlar. Təkcə bu da deyil, onlar öz emosiyalarını və davranışlarını daha yaxşı idarə etməyi öyrənirlər. Öz üzərlərində daha dərindən düşünə bilirlər. Hətta bir növ bonus kimi gündəlik həyatdakı təşviş və depressiya əlamətlərinin də azaldığı müşahidə olunur. Deməli, yekun olaraq nə deyə bilərik? KDK sadəcə xoş bir ideya, bir fəlsəfə deyil. Bu düşüncələrimizi konkret, effektiv hərəkətlərə çevirmək üçün elmi əsasları olan, sübut olunmuş, strukturlaşdırılmış bir yoldur. Və sonda bütün bu danışdıqlarımızı bir sualla yekunlaşdırmaq istəyirəm. İndi bir anlıq dayanıb düşünün. Sizin potensialınızın qarşısında duran, sizi irəli getməyə qoymayan o tək, əsas inanc nədir? Hansı daxili səs sizə mane olur? Ola bilsin ki, bu sualın cavabı sizin üçün növbəti böyük addımın başlanğıcıdır.